Salam aleyküm. Başlayaq. Yavaş-yavaş ya səs açın deyin, ya mesaj yerinə yazın, oxuyaq. Aha, yazanlar var. Deməli, birə Y bəndi yazıblar. Yoxlayaq görək. Burada indi Word-də uşaqlar fikir verirsinizsə, əslində bunu PDF-ə çevirəndə bu altından göy və qırmızı xəttlər çəkilmir. İndi bu Word-dür deyə sıraz o səhvləri düzəltmək istəyir öz aləmində. Biz daha indi bu uşaqlar savadlı uşaqlardır, vaxtında bir şey qalmayıb deyə ta o şeyləri yığışdırmağa çox da belə vursam, görsənməyəcək. Zaten maraqlı deyiləm də belə deyim. Deməli, Y bəndi yazıblar, 4 nəfər yazıb artıq. Burada yazılışca səhv olan variantda tullasaq, əvvəlcə yazılışca. Burada apostrof S və S apostrof dərsindən başqa say isim uzlaşmasına toxunmaq lazımdır. Orada iki dərsimiz var əslində. Deməli, necədir? Z2, to iki nəfərdirsə, deməli, to'dan sonra woman gələ bilməz. B bəndindəkinin say isim uzlaşması səhvdir. Bu getdi. Sonra mənə lazımdır düzgün yazı formaları. Biz bilirik ki, o biri dərslərdə də demişəm, bu artıq 14-cü izahdır. Bundan əvvəlkilərdə də var, YouTube-da da var, girib baxa bilərsiniz. Onları qoymuşam YouTube-a. Orada da demişəm, deməli necədir? Biz bilirik ki, isimlərin cəmlənməsi 5 cürdür. Biz hamı SES-ə qaçır, amma SES-dən başqa cəmlənmələr də var. S var, ES var, kökündən dəyişərək cəmlənənlər var. Təkə cəmi eyni olanlar var, bir də özü cəmli olanlar var. Biz bilirik ki, SES ilə cəmlənənlər bir kateqoriyadır. O yerdə qalan 3 nəfər, 3 kateqoriya başqadır. Kökündən dəyişərək cəmlənənlər, təki cəmi eyni olanlar, bir də özü cəmli olan isimlərin təkdə də, cəmdə də yeri yalnız apostrof S-dir. Yəni bu isimlərlə S apostrof nəzərdə tutulmur. Məsələn, mən burada D bəndində mən S apostrof görürəm, mümkün deyil. Çünki burada indi mən bəzi qeydləri yazım siz üçün. Məsələn, bir kişi eməndir, amma kişilər cəmlər olur men. Düzdür? Yeri halda da bir kişinin yeri halda mən apostrof S olur, cəmlənəndə isə men apostrof S olur. Bunun S'ten sonra apostrof yazılması mümkün değil. Yalnız apostrof S. Her iki halda tekinde de cəmində də apostrof S olur. Eyni şey woman-ə da aiddir. Məsələn, məni yazdım, woman-lə yazım. Məsələn, bir qadının a woman. Düzdür? Cəmlən run women. Oxunuşu da fikir verin, women. Düzdür? Eyni şəkildə bir qadının a woman apostrof S cəmlənəndə də yenə women apostrof S. Bunların heç birində S apostrof mümkün deyil. Mümkün olmadığına görə harda səhv yazılıbsa əvvəlcə olaraq tullayırıq. Məsələn, A bəndində yenə S apostrof var. Düzdür? Sonra hər iki tərəfdə tu var. Bu tərəfdə də tu var. Deməli, kişi də cəmdə olmalıdır. Məsələn, yenə eyni məntiqlə B 2 dəfə səhv çıxdı. Fikir verin. Tudan sonra cəm isim gəlməlidir deyə C bəndindəki də getdi. Düzdür? İki dənə cəmdə düzgün yiyəli hallar da varsa o cavabda da Y bəndədir. The two women's blouses cost much more money than those of two men's. Burada blouses cəmdədir deyə bu costun zamanını demək biraz çətindir. Bu təkdə olsaydı biz baxan kimi deyərdik ki, feilin sonunda S yoxdur deyə, üçüncü şəxsin təkində keçmiş zamandadır. Bu indi S götürməyib deyə hər iki zamanı aid eləmək olar. Həm indiki zamanda tərcümə eləmək olar cümləni, həm də keçmişdə. Ona görə burada zaman fərqi çoxdur görsənmir gözümüzə. İki qadının bluzu, yəni koftası, köynəyi maçmoruzdan olsuqdur. İki kişininkindən, iki kişinin köynəyindən daha çox pul tutur. Sonra burada sifət zərf dərsinə bir haşiyə çıxmaq lazımdır ki, zəm varsa nə var? Müqayisə. Burada da money isimdir. Qabağında qualifiers dərsindən maç gələr. Maçın da müqayisəsi mordur. Sifət zərf dərsində də deyir ki, maçdan sonra müqayisə gələr. Burada uşaqlar səhv salmayın ha. Bu maç başqa şeydir. Money'nin qabağında gələn maç başqa şeydir. Yəni, bunlarla ehtiyatlı olun. Maç money dediyim çoxlu pul. Müqayisə dərəcəsində maç dəyişir, mor olur. Və ayrıca müqayisə dərəcəsi özü də maçla işlənə bilir. Yəni, belə şeylərlə ehtiyatlı olun. Buyuraq, birlə bağlı problem varsa deyin, yoxsa keçək ikinci suala.
2-ni Elnur dərhal yazdı, amma səhv çıxdı. Elnur çünki oxunuşlara fikir vermədi. Deməli, burada it's not, bu sual deyil ki, bu ən yazırsan bunun qabağına. Usual'dır bu söz. Yığla oxunur. Yığla oxunursa onun qabağına ən yazmaq olmaz. A bəndi getdi. Sonra ənarda var. C bəndi getdi. Tu bəndi getdi. Düzdür? Mənə lazımdır a usual thing. A usual thing ya bedi ya ye. Bu tərəfdə isə tam tərsinə unusual situation anlam oxunur. O isə saitlə başlayır deyə düzgün cavab olur B bəndi. Buyuraq. A usual thing and unusual situation. Bəli. Sağ ol. Bu zamandır. 2 ilə bağlı sual varsa verin, yoxsa 3-cü cavabını yazaq. Aha. Artıq uzaqlara yazanlar var. Yazın, yazın. Deməli, yazıb ki, A bəndində bir cümləyə 2 inkar olmaz deyə don't want-dan sonra no one gələ bilməz. Demək ki, A bəndi getdi. Sonra, inkar cümləyə some və onun törəmələrini yazmırıq. B də getdi. Bir cümləyə 2 inkar olmaz, Y bəndi də getdi. Hə, A, Y yazmışdı, qardaş sağ olsun. 2 dəqiqə. Aha. Qalırıq inkar cümlədə işlənən any-onun törəmələrinin arasında. Orada want-dan sonra tulu məstər gələr, mürəkkəb tamamlığın şərti. Zaman uzlaşdırmırıq, bunu hər dəfə deyirəm qabağımıza çıxanda. Mürəkkəb tamamlığın şərtinə görə want-dan sonra tulu məstər gələr. Ona görə düzgün cavab D variantıdır. Və mürəkkəb tamamlığın bir şərti budur ki, ikinci hərəkəti ortadakı şəxs yerinə yetirməlidir. We don't want anyone to know. Biz istəmirik kimsə bilsin, heç kim bilməsin. Burada biz bilməyə yox ha, ortadakı şəxs anyone-a aid o bilməyə gəlməsi. Ondan ehtiyatlı olun. Biz istəmirik kimsə bilsin ki, where we were. Biz harda olmuşuq. O yüzden burada inşallah fikir verin. Həm mürəkkəb tamamlıq var, want-dan sonra tulu məsələ, orada şəxs. Həm də tamamlıq budaq cümləsi var. Fikir verin, were qabağa keçmir, we were yazılıb. Sonra burada bir də başqa bir dava var. Hər zaman toxunmuşam, yenə toxunmaq istəyirəm. Uşaqlar burada zaman formalarını səhv salırlar. Kimsə ürəyində sual verir ki, bu nə olur? Don't indiki zaman, amma V keçmişlər. Bu uşaqlar tamamlıq budaq cümləsində əgər baş cümlə indiki zamandadırsa, budaq hissəni o siqnallarını vermək şərti ilə, zaman zərfliklərini göstərmək şərti ilə ürəyim istəyən zamana yaza bilərəm. Keçmiş bitmiş, keçmiş daxil, keçmiş davam edici, bunlar hamısı daxil. Fərqi yoxdur. Ürəyim ara istəyər yazaram. Amma yox, bu keçmişdə didn't yazılsaydı, we didn't want to know. Orada ki, biz sağ tərəfə, yəni budaq hissəyə indiki zaman falan yaza bilməzdik. Bunlarla ehtiyatlı olaq. Belə şeylərlə ehtiyatlı olaq. Buyuraq, 3 ilə bağlı sualımız varsa verək, yoxsa keçək 4-ə. 4. Yazın görək, nə istəyir bizdən? Yəqin ki, bu smeli falan görəndə insan yadına düşür bağlayıcı feillər dərsi. Bağlayıcı feillər də ki, bizdən nə istəyir? Zərf yox, sifət istəyir. The flower smells pleasant. Deməli, smell burada i vermək mənasındadırsa, bəli, sifətlə işlənməlidir, biri götürürük. Sonra, she looked around sadly. O ətrafa qəmgin baxdı, qəmli baxdı. Bəli, linking verb məsələsi. David seemed, seem də bizdə linking verb'lü, bağlayıcı feildir. Bizdən zərf istəmir deyə excitedli ola bilməz, excited olmalıdır. The soup tastes bitter olmalıdır. Bitterli yox, çünki taste də linking verb'dir, bağlayıcı feildir. Bağlayıcı feillərdən deməli taste, smell, look, seem, be, become, feel, get, bunların adlarını çəkmək olar. Başqa feillər də var, məna dəyişəndə onlar da bağlayıcı feil olur və bizdən zərf yox, sifət istəyir. Buyuraq 4 ilə bağlı sual varsa verin, yoxsa 5'i izah.
Deməli, A variantı yazanlar var, B yazan var. Baxaq görək hansı çıxacaq cavab nə istəyəcək bizdən. Deməli, I have been working for this company. Ə, bəli, burada biz üçün bəzi şeylər var. Deməli, I have been working for this company. Mən bu şirkət üçün çalışıram, mən bu şirkətdə işləyirəm. Bizə verib have been working. Deməli, mən zaman-zaman bunu uşaqlardan soruşuram. Uşaqlar, normalda mən I am working deyə bilərəm də, düzdür? Mən bu şirkət üçün işləyirəm. Azərbaycan dilində uşaqlar, bunların arasında heç bir fərq yoxdur. Çünki Azərbaycan dilində bitmiş zaman, nə bilim mən, e, davam edici zaman forması, belə şeylər yoxdur. Ona görə Azərbaycan dilinə tərcümə edəndə tərcümədə heç bir fərq hiss olunmur. Mən indi düzgün cavabı tapıb yerində qoyub yazsam, eyni tərcüməni verəcəm. Bu aşağıda əlavə yazdığımla da eyni tərcüməni verəcəm. Tutaq ki, baxın məsələn, bunun belə ayrılımından. Tutaq ki, buradakı cavablardan, deməli, ən böyük, ən səhv cavablar ki, məsələn, bunu mən ömrümdə götürmərəm. Zaten toxunam yox bu cavablar indi. A və B üzərində yanmışıq da. Məsələn, Y bəndində dəqiq zaman var. Dəqiq zaman o deməkdir ki, keçmiş sadənin siqnalları. Məsələn, onların qabağında adətən in sözünüzü olur, on sözünüzü olur, ət sözünüzü olur. Biz də bilirik ki, indiki bitmiş zaman forması dəqiq zamanlarla düşməndir. Bir dənə since gəlib məsələni həll edə bilər. Və yaxud da for gəlib məsələni həll edə bilər. O necə olur? Məsələn, bax, mən buradan, hani düzgün versiyada sizə yazım. Tutaq ki, Y bəndində since Monday yazsaydılar cavab idi. Sonra 5 years ago yox, for 5 years yazsaydılar ən gözəl cavab idi o. Mən 5 ildir ki, bu şirkət üçün çalışıram. Amma bu agodur, on Monday'dir. Bunlar düşməndir indiki bitmişlər. B ilə C-nin fərqi, daha doğrusu oxşarlığı deyək də bu cümlə üçün. Əgər mənə by the time you join the army veribsə, bu mənə indiki bitmiş, yox, keçmiş bitmiş olmalı idi. Hədlə verilməliydi. Həd plus P2. Eyni şey C bəndində də var. Before you came veribsə, orada bir keçmiş bitmiş olmalıydı ki, mən onu keçmiş sadə ilə uzlaşdıram. Burada mənim ən gözəl cavabım o bəndir. Since varsa bitmiş var. İndiki demirəm ha, bitmiş var. Çünki indiki bitmiş də ola bilər. Keçmiş zamana dolanda keçmiş bitmiş də ola bilər. Və since yeganə bağlayıcıdır ki, bu zaman modal cümləsində indiki bitmişlə keçmiş sadəni uzlaşdıra bilir. Nə when-in, nə while-ın, nə before-un, nə after-ın belə bir özəlliyi yoxdur. Bir dənə since-dir ki, indiki bitmişlə deməli, həmin o keçmiş zamanı barışdıra bilirdi. Orada gələn mesaja baxdım, fikrim getdi. Deməli, B variantında by the time yesterday olsaydı fərq olardı mı? Gəlin onu yoxlayaq. B bəndində by the time I joined the army yox, yazsaydılar ki, burada haşiyə sağ yazaq, yazsaydılar ki by that time yesterday, yəni soruşdular da by the time, by this time fərq eləmir. By that time yesterday, düzdürmü? Dünən bu vaxt. İndi qulaq asın. Buradakı uşaqlar problem odur ki, by that time yesterday ilə by the time I joined the army arasında heç bir fərq yoxdur. Bunların ikisi də məndən keçmiş bitmiş istəyir. Çünki mənaya tərcüməyə fikir verin, həd üstü P2. Nəyə görə? Çünki bu məndən niyə bunu istəyir? Deyir ki, dünən bu zamana qədər, indi baxın, dünən bu zamana qədər mən 1-4 axşamla məşğələmi qutarmışdım, bitirmişdim, dərsimi keçib bitirmişdim, bu keçmiş bitmişdi. Bu ən gözəl keçmiş bitmiş izahıdır. Ona görə bizdən həd plus P2 istəyir bu. Özü də adətən bu əvvəldə olur, sonra by the time, cümlənin axırına by the time yesterday verirlər. Düzdür, əvvəlində də verirlər, fərqi yoxdur. Yəni, nə fərqi var belə götürəndə cümlənin əvvəlində, axırında, o çox da böyük fərqi yoxdur. Amma yəni adətən biz belə görmüşük deyə, mən də lap belə dəqiq gördüyüm yazımı siz üçün had plus P2, yəni keçmiş bitmiş, past perfect, plus by that time yesterday. Eyni şey by the time I joined the army. Mən orduya qoşulmazdan əvvəl. Gəlin, bunu praktik misalına sübut edeyim. Deməli, tutaq ki, mən özümün əskəriyə girməyimdən danışıram. Mən girmişəm əskəriyə 2010-cu ildə. Düzdür?
2010-cu ilə qədər mən universiteti bitirmişdim. Demişdim, bitirmişdim. Keçmiş bitmiş. I had graduated from university by the time I joined the army. Aydın nə deyirəm? Eyni şey before'a da aiddir. Sonra hətta uşaqlar, hani böyle bir şey deyim sizə. For 5 years değil, since Monday'dir. Bunlar da keçmiş bitmişdən işlənə bilər. Çünki bunların davası indiki bitmiş deyil. Bunların davası bitmişdir. Nə dəxli var indiki bitmiş ya keçmiş bitmiş? İndiki zamana gəlib bağlanırsa indiki bitmiş. Bağlanmırsa keçmiş bitmiş. İndi bayağı demək tərcümə ilə bir şey göstərəcəm sizə. Ben bir dənə fərqə fikir verin. Deyirəm ki, I have been working for this company since I graduated from university. Universiteti bitirəndən bəri mən bu şirkətdə işləyirəm. Mən universiteti bitirmişəm, belə deyək də. Tutaq ki, magistra getdim, gəldim 2013-cü ildə. Magistraturamı bitirmişəm. O gündən bəri mən bu şirkətdə işləyirəm. O gündən bəri bu şirkətdə işləyirəm. İllər də işləyirəm, yenə bu şirkətdə işləyirəm də. Buradakı məntiq odur ki, olar. Həmin gündən bəri bitmiş, işim davam edir deyə davam edəcək. İkisini calıysam ürünü olur, indiki bitmiş davam edəcək. Sanki zaman bitib hərəkət davam edir. Olur indiki bitmiş davam edəcək. İndiki zamana bağlanır deyə. Yox, keçmiş zamandakı bir hərəkətdən danışsam, rahatlıqla keçmiş bitmiş davam edici verə bilər. Qaldı ki, tərcüməyə indi bax tərcümədə. Nə fərqi var? I am working for this company now. Tərcüməyə bax, eyni şey çıxacaq. Mən indi də bu şirkət üçün işləyirəm. Bax, bu da işləyirəm oldu, ana dilimizdən danışıram, tərcümədən danışıram. Bu da işləyirəm oldu, bu da işləyirəm oldu. Uşaq da sıra azdır ki, o da mənimlə onun nə fərq oldu ki? O fərq oldu ki, mən indiki davam edicidən danışanda indiki bitmişlərin, indiki bitmişin siqnallarına toxunmuram. Since demirəm, for demirəm. Aydın nə deyirəm? Buradakı for'a qarışdırmayın. Bu for başqa şeydir. Bu for şirkət üçün çalışmanın sözünüdür. Bu for müddətin sözünüdür. Aləmi qatmayan bir-birinə. Sonra bir dənə də haşiyə çıxmış ola. Buna toxunum keçəksiz altını izah edeyim. Bir də unutmayaq ki, istənilən zaman formasının təsdiq cümlələri, nəqli cümlələri üçün yazılan bütün qeydlər onun sualına da aiddir, inkarına da aiddir. Çünki, məsələn, mən bu şirkət üçün işləyirəm, düzdür, I am working for this company now. Götür bunu inkar elə, nə fərq var? Mən indi bu şirkət üçün işləmirəm. I am not working for this company. Eyni məntiqdə bitmişdə də elə olur, keçmişdə də elə olur. Nə zaman forması varsa, təsdiq üçün deyilən nə ki qeyd var, eynisi ilə sualına və inkarına da aiddir. Buyuraq, 5 ilə bağlı sual varsa verin, yoxsa keçək 6-ya. Bu biraz asan testdir, yəni bunu belə pısmasın orta təbəqədə yaza bilər. Yəni çox savadlı uşaqlara ehtiyac yoxdur burada. Çünki bizdən can you lend me, mənə borc verə bilərsənmi? Lendlə borcunu səhv salmayan xahiş edirəm. Lenddəki eyni vermək feilindəki eynən bərabər tuturuq. Can you lend me, mənə borc verə bilərsənmi? Biz bilirik ki, money qabağına e artiklı, yəni salim isminin qabağına en yazmaq qadağandır. Salim ismlər few ilə işlənməz. Bax, digər bu variantda tullayıram. Düzdür? Little'dan da sonra little pounds yazsaq, biləcək ki, balaca funt sterlinglər o məna verə bilməz. Düzgün cavab a few pounds, bəli, bebəndi, onda dərhal yazdılar uşaqlar. Bir də bir məsələni nəzərdə satdım ki, a little'dan sonra heç bir mənada cəmisim gəlməz. A little-dan cəmisim işlənmir. Niyə işlənmir? Çünki a little 2 məna verir. Balaca mənası versə, a artıqına görə təkdə gəlməlidir. Yox, o little few dərsindən verirsənsə, a little-dan sonra saymıyan gəlməlidir. Heç bir halda a little-dan sonra cəmisim gəlməz. Onu unutmayaq. Bəli, üye vermək, o almaq. Sağ verirlər. Lend və borrow'un fərqi. Buyuraq, 6 ilə bağlı sual varsa verin, yoxsa keçək 7-yə. Ehtiyatlı olaq ki, bu disjunktiv sual deyil. Bu diyaloq dərsidir. Disjunktiv suallardan fərqli olaraq diyaloqlarda təsdiqə təsdiq, inkara inkar prinsipi keçərlidir. Uşaqlar bunlar səhv salırlar. Mən onu bu şəkildə izah edirəm. Deyirəm ki, bir cümləyə 2 inkar yazmaq olar, deyirlər xeyr. Deməli, bir cümləyə 2 inkar olmazsa, disjunktiv sual da bir cümlənin içərisində olur deyə təsdiqə inkar, inkara təsdiq olur. Amma diyaloqlarda ayrı-ayrı cümlələrdir deyə. Onu mən rahatlıqla təsdiqə təsdiq, inkara inkar yaza bilərəm. Bəli, 2 səhv cavabdan sonra bir neçə düzgün cavab gəldi. I didn't see any other people there. O da deyir, didn't you? Çünki I didn'tın sualı didn't-la verilməlidir. Və mən özümə sual vermirəm deyə I didn't, I yox, didn't you olmalıdır. Düzgün cavab, bəli, A bəndidir.
Bir də uşaqlar, burada bir dənə əvəzlik dərsinin haşiyəsi var, onu da deyim. Deməli, biz əvəzlik dərsində sam enin, azə, ənazə dərsini keçirik. Bir də onun qabağında sam enin o. Məsələn, biz bilirik ki, ənazədən sonra sayılan, təkdə olan qeyməyin isim gələr. Amma azə gələndə artıq cəm də gəlsə, tək də gəlsə, saymayan da gəlsə, məsələn, some, any, no, every, my, your, bunlardan sonra yalnız və yalnız azə gələ bilər. O birilər gələ bilmir. Onda sual verirlər ki, niyə? Çünki some, any, no, every bizdən isim istəyir, amma artikel istəmir. Amma ənazə ilə ziyazənin içərisində artikel var. Azəz və ziyazədə isim istəmir. Ona görə bu tipli şeylər, some, any, no, every, my, your, his, her, bu tipli şeylər gəlsə, what, o sözlərdə, sual sözləri onun içində. Hansı gəlsə bilgilən ki, avtomatik cavabı azədir, o biri 4 dənə səhv yazılıb. Onlar mümkün deyil. Onda niyəsi oldu ki, azəz və yazəzdən sonra, azəz və ziyazəzdən sonra isim gəlməz. Ona görə alınmır. O bir iki dənə də ənazə ilə də ziyazənin artiklı var deyə, onlarda some, no ilə düşməndir deyə yalnız cavab azə qala bilir. Düşsə, yəni rahatlıqla bir saniyənin içində yazarsınız. Buyuraq, 7 ilə bağlı sual varsa verin, yoxsa 8 izah eləyək. Deməli, burada sual cümlələrinin qızıl qaydası mübtəda qalar kifeyin arasında. Yəni, izlə kod yanmayan gəlməməli. Əgər it varsa, mübtəda varsa, o gəl keçməlidir o kifeyin arasına. Ona görə başdan B və C variantları səhv. İt girməli idi izlə kodun arasına. A bəndinə baxdım. Deməli, A bəndində what are they called hissəsi yaxşıdır, amma it imkan vermir o cümləni qurmağa. Çünki ingilis dilində bunlara nə deyirlər desələr, it artıq. Düzdür? Əgər burada are they called düzgün cavabsa, bu it artıq. O qoymur ki, düzgün cavab bəndə olsun. Qalırıq D ilə Y arasında. What is English called it? Bu məna verə bilməz. Necə yəni bu? İngilis dilində, ingilis dili nə adlanır, o onu. Ona cümlə var. Böyle baştan elə səhv. İngilis dilində adlanır bəli. What is it called in English? Bu ingilis dilində nə adlanır? Bəli, düzgün cavab D variantı. Yenə 8 ilə bağlı sual varsa verin, yoxsa 9 zahiliyə. 8. 9. 8 dedik də. Nə oldu? Aha, yazdılar B-dən, C-dən. Deməli, uşaqlar, mürəkkəb tamamlıqdır. Burada bir dənə remember ilə remind-ın fərqini bilmək lazımdır. Sonra o digər işlər görməliyik. Bəli, remind xatırlatmaq, remember xatırlamaq. Please remember me ola bilməz heç vaxt. Ona görə A və B variantları səhvdir. Çünki elə cümlə quran Məryəm, zəhmət olmasa məni xatırla, mənə xatırlat olmalıdır. Düzdür? Mənə xatırla yox, məni xatırlat. Məni xatırlat yox, mənə xatırlat. Düzdür? Remind me. Remember me ola bilər, o mürəkkəb tamamlıq deyil, o başqa dərsdir. Məndən salam denə. Ta ki, remember me to your mother, remember me to your father. Məndən atava, anava salam denə. O başqa söhbətdir, bu deyil o. Buradakı please remind me zəhmət olmasa yadıma sal. Ha, yadıma sal. Reminddən sonra tulu məsələ gələr deyə düzgün cavab C variantı. Please remind me to send her the photos she asked for. Ask for da yenə kənara çıxaraq deyək ki, bir şeyi istəmək mənası verir. Bu da burada arada which-dən zətdən yazıla bilər deyə, yəni which-dən zətdən olub buraxılıb, təyin budaq cümləsi. Zəhmət olmasa yadıma sal, ona istədiyi şəkilləri göndərim. Uşaqlar, ehtiyatlı olun ha. Birdən bilərsiniz, bu tamamlıq cümləsidir. Yox, bu mürəkkəb tamamlıq cümləsi deyil. Bu təyin budaq cümləsidir. Çünki hansı şəkillər? Onun istədiyi şəkillər. Təyin budaq cümləsi. Buyuraq, 9 ilə bağlı sual varsa verin, yoxsa keçək ona. Dərhal cavabı yazdılar. Deməli, letdən sonra nə gələr? Tuzsuz məslər. Məsələn, mən A-da ayıncı görürəm, B-də tulu məslər görürəm, bunlardan cavab olmayacaq. Sonra mürəkkəb tamamlığın bir şərti var ki, feil dərsinə görə feildən sonra tək gəlin əvəzliyin obyekt halı gələr. Onda aylar da getdi C ilə Y. Düzgün cavab D variantı. Orada niyə tək gəlin əvəzliyin deyirəm? Çünki olar
İsimlə də əvəzlik gələ bilər. Biri var, icazə ver, mən oyun oynayım. Orada mənə icazə ver deyə me. Biri var ki, icazə ver, mənim dostum oynasın. Orada me friend yazılmazsan, my friend yazmalısan. Belə xırdalıqlarla ehtiyatlı olun. Tək gələn əvəzliyim, mən də razıyam. Obyekt alır. Amma isimdən gələn əvəzliyim, yiyəli alır. Buyuraq, onunla bağlı sual. Varsa verin, yoxsa 11 izah edək. Deməli, 11 ilə bağlı deyiləcək qeydlər bunlardır. Deməli, məndən cerund istəyir. Mən də bilirəm ki, ingiliscində ING növləri çoxdur. Bəli, baxan kimi deyirsən ki, ha, 4 davam edicidir. Mary is reading now. Bundan nə cerund olacaq? Davam edici zaman formasında. Birdəki ING the girl drawing a picture is my sister. Şəkil çəkən qız mənim bacımdır. Hansı qız? Şəkil çəkən qız. Bu participle one'dır. Bana bir yazıram. Bir. Deməli, cerund cəmlənməz. İsim cəmlənər. O da feil isimdir, ING ilə cəmlənər. 3 də beləsə. Düzgün cavab. Her hobby is painting. Onun hobbisi şəkil çəkməkdir. Burada xəbərin adı hissəsidir, xəbərdir deyə cerunddur. Dancing with him mübtəda cerunddur, ing. Bir də seeing is believing 2 dənə ing cerund var. Həm mübtəda ing cerunddur, həm xəbər ing cerunddur. Düzgün cavab 3, 5, 6 bəli, bəli. Buyurun, 11 ilə bağlı sual varsa verin, yoxsa keçin 12-yə. Deməli, 12-də which sentences can be changed into the passive voice? Hansı cümlələr məchul növə çevrilə bilər deyir. Bizdə burada 3 metod var da bilirsiniz. Tamamlıq axtarırıq və yaxud feilləri əzbərləyirik. Ən yaxşı variant elə o tamamlığı axtarmaqdır. Bir də ki, təsirsiz feilləri axtarırıq. Çünki çevrilə bilən deyirsə təsirli, çevrilə bilməyən deyirsə təsirsiz də axtarırıq. Onunla bilirik ki, məchul növə çevirmək olar yoxsa. İndi bizə çevrilə biləni istəyirsə, deyir, the blacks have increased the number of their rose bushes. Blacklər ailəsi qızılgül kollarının sayını artırıb. Burada da haşiyəyə çıxıb sonra orada qaydaram. The number of-la bağlı bilirik ki, özündən sonra cəm isim gələr, mübtəda olarsa xəbəri cəmdə tələb edirmiş olar. Burada bu mübtəda deyil, burada bu tamamlıqdır. Blacklər ailəsi artırıb neyi? Qızılgül kollarının sayını. Aha, mən bu tamamlığı gətirib sonra mübtəda edə bilərəm deyə demək ki, məchul növə çevirə bilirəm, biri götürürəm. İkinci dediyim o idi ki, təsirli feil axtar. Artırıblar neyi? Qızılgül kollarının sayını. Bu da çörüldü. Sonra indiki bitmişlər bu cümlə. Blacklər ailəsi ehtiyatlı olun isim dərsindən. Yeri alacaqsa hesab astrof qoşacağıq. Belə şeylərə ehtiyatlı olun. 2-də the cover of the book was very colorful. Aha, fikir ver. To be gəlib. To be axı məchul növə çevrilmir. To be məchul növdə işlənə bilər. O to be isə P2-dir o dərsin adı, o heç. Amma özü məchul növə çevrilənməz, çünki o təsirsiz feildir. Fikir verin, özündən sonra isim gəlmir. Bizim davamız o. Tamamlıq axtarırığın mənası odur. We spread the carpet on the grass. Spread bilirsiniz ki, 2 dənədir. Sərmək, sərilmək. Burada sərməkdir deyə neyi, xalçanı tamamlıq gəlib deyə 3 cavabdır. Biz ot üzərinə xəlçə saldıq. Deməli, birinci cümləni passive voice necə verə bilərik? Deməli, birinci cümləni məchul növə çevirmək üçün belə edirik. Tamamlığı tapdıq. The number of their rose bushes. Düzdür. Əslində orada Z-nin yerinə The Blacks yazsaq daha yaxşı olar. Mən bunu sıfırdan yazım. Deməli, the number of the Blacks. The Blacks. Yəni, S apostrof. Rose bushes. Deməli, görün tamamlıq ortada olabildi mi? Blacklər ailəsinin qızılgül kollarının sayı artırılıb. İndi ehtiyatlı ol. Yuxarıda have yazılıb, çünki the Blacks cəmdədir. Amma indi the number of-dan cümlə başlamışam. Mübtədam təkdədir. Xəbəri tək yazmalıyam. Has been increased. Gördünüz? Düzgün cavab 1.
Sonra we the ben dedim, we spread dedim. Nobody knew the answer to the question. Heç kim sualın cavabını bilmedi. Sualı olan cavabı bilmedi. Bilmedi neyi? Sualın cavabını. Bir görə. Təsirli feil gəlib. Özündən sonra tamamlığı gəlib. Deməli, söyləyəcək məhsulda. Sonra the boys argued a lot in the yard. Oğlanlar həyatda çox mübahisə edilər. Hani argue feilindən sonra hani tamamlıq yoxdur. Ona görə düzgün cavab 1, 3, 4 D variantı. Buyuraq 12 ilə bağlı sual varsa verin, yoxsa keçək 13-ə. Məchul növ testi işləyəndə 3 yol keçirdik. Deməli, birinci yol tulu məstər, tuzsuz məstər davası. Mən burada baxıram, tulu məstər, tuzsuz məstər davasından demək olar ki, səhv olan cavab yoxdur. Bir dənə bu need-i tullamaq olar ki, need adətən ya sualı ya inkarda olur. Birbaşa zəticə need explain yazılmır. Bunu indi o barədə tullaya bilərik. Başqa ikinci davamız zaman uzlaşması idi. Bir də feillərin düzgün yazılmış versiyası. Məsələn, mən burada baxıram, had able yazıblar. Hadn't able. Onu bilsən ki, to be able to. Düzdür? Had been able to. Ama be yoxdur. Sonra verb'ın, burada to var. Deməli, weren't been yazıblar ada. Mümkün deyil. Əmizar was were ilə nə məchul növ dərsində, nə bu to be able to dərsində bein işlənə bilməz. Sonra zamanlar eyni zamandan olmalıdır. Düzdür? Mübtəda xəbər uzlaşmalıdır. Nə oldu? Mübtəda xəbər uzlaşmalıdır. The students cəmdə çox həzlə işlənə bilməz. Bu da səhvdir. Qaldıq. Bu asandır artıq. Need-lə indiki zamanda birincisi inkarda və ya sualda olardı. Belə yazıla bilməz. İkincisi də ki, indiki zamanda need niyə getsin, böyünə işlənsin ki, zamanlarla uzlaşmalıdır deyə Y bəndində səhvdə avtomatik cavab olur B bəndi. Yerinə qoyub yoxlayırıq. The teacher had to explain the rule again because the students weren't able to understand it. Müəllim qaydanı bir də izah eləməli oldu, təkrar izah eləməli oldu. Çünki şagirdlər ona başa düşmürdülər. C variantı. Buyuraq 13 ilə bağlı sual varsa verin, yoxsa keçək 14-ə. Nəzərə alaq ki, he met a friend he hadn't seen for years cümləsində hətta burada bir ə bəndi olsaydı ki, məsələn, mən buradan başqa variantlar yazımda siz üçün A, B, C, D var. Deməli, ta ki F bəndi that olsun. Sonra C bəndi xət olsun. Bunlar cavab çıxacaqdır. Çünki mən bura heç nə yazmaya da bilərəm. He met a friend və Allah yuxarıda bilənsin, izah elədim bilənsinə. He met a friend he hadn't seen for years. O illərlə görmədiyi bir dostunu gördü. Ki, hansı dostunu illərlə görmədi? Bu təyin müdaziləsində. Təyin müdaziləsində ən birinci tullanan cavab what. Çünki what heç bir ismi təyin edə bilməz. V-in özündən əvvəl gələn zaman mənalı ismi təyin edir. Which əşya mənalı ismi təyin edir və ya bütöv bir cümləni təyin edir. Who's-dan uzun isim gələr, daha əvəzli yox, he yox. Düzdür? Mənim buraya yaza biləcəyim cavablardan biri G, H qaldı. Who. Mənim buraya yaza biləcəyim 4 dənə cavab var. Who, whom, that, hat. Hansını yazsan cavab. Çünki insanı who təyin edir. Burada tamamlıq deyə whom da təyin edir. Amma whomdan mübtəda olmazdı. Mübtəda olsaydı təkcə who deyəcəkdim. Və tamamlıq olduğuna görə xətti olar yazmaya da bilərəm. Bir də ki, zət də ki, maşallah da nəyi təyin eləmir ki. Bir də cümlədən başqa demək olar hər şeyi təyin edir. Ona görə rahatlıqla who, whom, zət, xət yaza bilirik. Buyurun, 14 ilə bağlı sual varsa verin, yoxsa keçək 15-ə. Mən digər variantlarda sizin için yazdım ki, rahat olsun. Bayağı bunu izah elədim sizə. Buna baxan kimi cavabı hazırdır.
Deyir I for my purse the whole morning. Aha, bax bu the whole morning'i görmək lazım burada. Birinci məsələ budur. Before'u görmək lazımdır burada. Ayı görmək lazımdır. Mesela mən ayla was found yaza bilməyəcəm bu cümləyə. Çünki burada it var. Məni tapıblarsa onda iti neyim orada? I found it under the sofa. Mən onu söhbət purse kaşıyokdan gedir. Pul qabından gedir. Mən kaşıyokumu divanın altından tapmışamsa, düzdür? Deməli mən tapmışam. O niyə məhsuluna yazım ki? İnşallah ingilis dilində ümumiyyətlə bir qayda var. Deyirdilər ki, yersiz məhsul növdən və yersiz keçmiş bitmiş zaman formasından qaç. Nə deməkdir yersiz məhsul növ? Deyək bu. Mən bura niyə dıbənli yazım ki, bu əşyanı tapan mənəm. Niyə məhsul növdə yazmalıyam? Keçmiş bitmişin də mənasızı, məntiqsiz odur ki, durduğu yer adam keçmiş bitmiş yazmaq istəyir. Tutaq ki, bu cümləyə. He met a friend, o dostu ilə görüşdü. Mən bura niyə bitmiş yazmalıyam ki? Amma bura bir şey verir, for years, illərlə görməyib deyə qabaqlama var deyə mən bura hadn't seen yaza bilirəm. Sonra praktik misal. Sonra buradakına baxın, the whole morning'i görüb mən burada bitmiş axtarmalıyam. Fikir verirseniz, burada iki dənə bitmiş var. Hətta burada I have been looked for, mənə axtarıblar. Mənə axtarıblarsa təzədən bu my person nədir ki burada? Bu məhsul növdür, bu səhvdir. Mənə bitmiş lazımdır. Və indiki zamandan danışmır deyə bax, found'a var keçmiş zamana. A bəndə yaza bilmirəm, zamandan uzlaşmır. Düzdür, söhbət keçmiş zamandan gedir. I had looked-dan burası nədir? Find mümkün deyil. Keçmiş bitmişlə indiki sadə uzlaşmır. Düzgün cavab olur C variantı. I had been looking for my purse the whole morning before I found it under the sofa. Kaşilyokumu divanın altından tapmazdan əvvəl mən bütün səhəri onu axtarmışam. Bayaqki temada mən kaşilyokumu axtarıram, bu indiki davam edicidir. I am looking for my purse. Axtarırdım, I was looking for my purse. Keçmiş davam edici. Bu da bizə the whole morning verir ki, bax bitmişi gör ha. Bu səndən bitmiş istəyəcək və hərəkət davam edir deyə davam edicini istəyəcək. Bitmiş davam edici ilə olan da bir dənə C variantıdır. Yəni zamanların uzlaşdığı. Yaxşı sualdır. Before'un yerinə after olanda nə olur? Düzü bu cümlədə after'ni yerinə qoysaq, məncə çox da məna verməyəcək. Ona görə yerlərini dəyişin. Deməli, I found it. After ilə before'un ümumiyyətlə fərqi belədir. Bu cümlədə mən onu yerinə qoya bilmirəm, çünki məna verməyəcək. Mən belə yazmaq olar onda. Bu hissəyə yox, onda yerlər dəyişir falan. After ilə before'un zaman budaq cümləsində xüsusən də bitmişlərlə işlənən versiyası belədir. Biz bilirik ki, deməli, when, while, as soon as-in özü, before, bunlar eyni kateqoriyadır. Bunların budaq hissəsi sadə zamanda olur. Fikir verin, before'dan sonra sadə zaman gəlir. Baş cümləsi bitmişdə, keçmişdə, orada burada olur, yəni davam edicidə. Bir dənə after gələndə yer dəyişir. After gələndə budaq hissə bitmiş olur, baş cümlə keçmiş. Onda niyəsi budur. Çünki biz normalda qabaqlayan hərəkət axtarırıq da, düzdür? Deyir ki, mən kaşilyokumu divanın altında tapmazdan əvvəl onu bütün səhəri axtarmışam. Deyir ki, 5 saat axtarmışam, düzdür? Əvvəlcə axtarmışam, sonra tapmışam, düzdür? Əvvəlki hərəkət bitmişdə olar. After olanda baş cümlə ilə budaq cümlənin yeri dəyişir deyə budaq hissi olur bitmişdə. Belə olacaq onda. I found my purse under the sofa after I had been looking for it the whole morning. Onda olacaq. Yerləri dəyişəcək avtomatik. Başla budağın yeri dəyişir. Qabaqlayan hərəkət budağa keçir deyə budaq hissə bitmiş olur. Dəyməz. Yenə 15 ilə bağlı sual varsa verin, yoxsa 16-nı izah eləyək. Deməli, düzgün cümlə. How many sacks of coal? Biz bilirik ki, söz önlü ifadələrin əsas tərəfi birinci tərəfdir. Burada söhbət saksdən gedir. How many sacks cəmdə deyə vozla işlənə bilməz. Bu getdi. A few jars of honey was yenə eyni şeydir. Honey sayılmır, amma oflu ifadənin birinci tərəfi cəmdədir. Düzdürmü? Ona görə vozda getdi. Düzgün cavab. The list of irregular verbs is. Qaydasız feillərin cədvəli. Cədvəl təşkil ediyə iznə işlənib qəşəng. Bunu götürürük. Bir də a box of matches oflu ifadənin birinci tərəfi təşkil ediyə costs feilin sonundakı s-lə ehtiyatlı oluruq. Çox ehtiyatlı oluruq.
Feilin sonundakı S-lə xəbər təkdə olur. İsimləri cəmləyən S feilləri təkləyir. Bəli, düzgün cavab C variantı. Buyurun, 16 ilə bağlı sual varsa verin, yoxsa 17-ni izahlayın. 17-də uşaqlar, yazdığınız sözünün hansı söz aid olduğunu da yazsanız əla olar. Tutaq ki, cavab yazırsınız cəbənli, məsəl üçün deyirəm. Mənə də görüm orada 10 söz önsü nə indi, məsələn cəbənli deyirəm. Nə oldu? Hı. Deməli, mənim uşaqlar, bu siz yaza bir dənə məsələyə toxunun burada. Biz bildik ki, ingilis dilində biz bilirik ki, ingilis dilində fənn adlarının, elm adlarının söz ölçüsü yoxdur. Onlar hansı sözü qoşulursa, onun söz ölçüsünü götürür. Mənə burada English-a sözünü tapa bilmirəm. Çünki o English-in söz ölçüsü yoxdur da. Burada to make progress-in söz ölçüsü var. To make progress in-lə işlənir. Cavab ya adı ya da ikisindən biri. Sonra da work kəlməsinin söz ölçüsü lazımdır mənə. Deyir ki, he makes good progress in English. O, ingilis dilindən yaxşı uğur əldə edib. Because he works much. İndi burada şolar, ya ət olmalıdır cavab, ya un olmalıdır. İndi burada Y bəndi yazmışsınız mənə, amma cavabın progresə görə un deyil ki, progresin sözünüsü in. Və bir şeyin də üzərində işləməyin sözünüsü ya ətdir, ya undur, onun düzgün cavab D variantı. Buyurun, 17 ilə bağlı sual varsa verin, yoxsa keçək 18-ə. Ha, bu Allahdan hədiyyə vodka ilə is your car it's red. Maşının nə rəngdədir qırmızı? Bu, yəni bizə indi gülməli gəlir, asan gəlir. Uşaqlar, bunu da bilməyənlər var. Məsələn, burada bilməyən var ki, B bəndi make, markanın sualı, size, ölçünün sualı. Yəni, bunlarla ehtiyatlı olmaq lazım. C ilə Y çox asan oldu. Saatın və s. Buyuraq 19-a. 18-lə bağlı sual varsa verin, yoxsa 19 izah verilənlərdən neçəsi doğrudur? Yazırsınız cavabı. Buyuraq. Görə yansın, nə cavab çıxacaq burada? Deməli, mənə lazımdır to do və to make ilə işlənən ifadələr. Yaxşı ki, burada 3-cü halda to do once best yazılıblar. Orada ən lazımlı cavab bizə odur. Deməli, düzgün cavab nədir burada? To do someone a favor. Kiməsə xeyri dəymək. Bəli, uşaqlar, favor kəlməsi do ilə işlənir, düzgün götürürəm. To make a speech, nitq hazırlamaq, nitq söyləmək, bəli, bu da make ilə işlənir, düzdür. To do one's best əla. Əlindən gələni eləmək. To do one's bestdən bilirsiniz, niyə burada görəndə sevindim? Çünki burada, məsələn deyirəm, bir başqa, bu altına yazımda başqa yerdə buraya yazım. Burada bir dənə yazsaydılar to make a bed, və to make one's bed, düzdür. Bax, uşaqlar bu iki ifadəni səhv salırlar. To do one's bestlə to make one's bed'i səhv salırlar. Bu sözlər bir-birinə oxşayır, o bedlə best. Elə bilirlər ki, o aynı şey deyil, şey deyil. To do one's best əlindən gələn eləmək. To make one's bed və yatağını yığışdırmaq. Bunlar bir do dərsində, bir make dərsində. Ondan sonra görünüb sevindim. Qaldı ki, to make a profit ifadəsi də bu do ilə işləmir. Səhv olan 4-dür. To make a profit ifadəsi var. Ondan ötürüsü yazaq ki, make olardı. Ona görə düzgün cavab 3 dənə D var. Buyurun, 19 ilə bağlı sual varsa verin, keçək 20-yə.
Yazılıb to do one's best-də nə sinonim vermək olar? Yəni ki, paraphrase üçün soruşursunuz. Paraphrase üçün orada ən yaxşı yazmaq olar ki, elə nə bacarırsan onu eləmək. To do all one can. Yəni bir insanın bacardığı hər şeyi eləmək. Do a man can. Belə. To do one's best. 20. Yəqin ki, who olan cavab olacaq. Çünki bir dəfə mübtədaya sual belə bir dəfə tamamlığa. Who did you call? Sən kimi çağırdın, kimə zəng elədin, iki məna verə bilər zəng eləmək. Who called you? Sənə kim zəng elədi? Səni kim çağırdı? Who. Hətta adlandırmaq da ola bilər, ad vermək. Sənə kim ad verib? Sən kim ad vermisən? Kimin adını sən qoymusan belə? 20 ilə bağlı sual varsa verin, yoxsa ikisi 21-ə. Və 20-də uşaqlar əlavə deyiləsi ki, odur ki, mübtəda iki feil arasında qalsa tamamlığa sual verilib, birbaşa xəbər gəlsin mübtədaya sual verilib. Birinci cümləyə hum yazmaq olar, ikinci cümləyə yazmaq olmaz. Onun üçün bir səhv. 21. Deməli, disjunktiv suallar dərsindən bilirik ki, nəyə nə yazmaq lazımdır. Anything can't stop us. Şurası bizdə ümumiyyətlə bu elə cümlə yoxdur ingiliscində. Bu elə yazılış səhvdir. O ki, qala bu elə variant kimi ilə mən nə kimi deyirlər ona, disjunktiv kimi mən bunu axtarım. O elə cümlənin başında səhv. Çünki biz bilirik ki, inkar cümlə anyone tərəfindən başlaya bilməz. Əslində o belədir. Nothing can stop da, yəni aşağıda var da olmuş yazılım təşkil olub. Nothing can stop-la başlaya bilər. Heç vaxt anything can't-la cümlə başlamaz. Ücretli. O ki qaldı ki, lap tutaq ki, elə bir şey var. Anything-i şiini əvəzəyir ki, it əvəzirəsində qeyri-insani varlıqdır. Bu da belə deyil. They can't stop us now, can they? Burada they can't-a görə, bəli, cavab can they. Kim götürürəm? Götürək. 3-də nothing can stop us now, can we? We niyə ki? Nothing-i it əvəzəyir. Düzgün cavab 2-4 C bəndi. Nothing can stop us now, can it? Biz bilirik ki, törəmələrdə insani varlıqları zey əvəz edir. Zeyv onun halları. Amma qeyri-insani varlıqları singləri isə it əvəz edir. Məsələn, bura nothing yox, nobody yazsaydılar, axıra zey çıxacaqdı cavab. Ta ki, bu belədir də. Bu can't yox. Ta ki, yazsam bura ki, nobody can stop us now, avtomatik cavab olacaq can zey. Çünki badilər zey əvəz edir. Buyuraq 22-nin cavabı. 21 ilə bağlı sual varsa verin, yoxsa yazaq 22-ci cümləyə. Nə istəyir bizdən? Qəşəng cümlə daha 22 olar. Çox gözəl cümlədir. Nə qəribə cümlədirsə. İzlə yesterday var içərisində. Gör nələri bilmək lazımdır bu cümlə üçün. Deməli uşaqlar, bu cümlənin izahını görənməyə ehtiyat edirsiniz yazmağa. İndi ən savadlılardan biri səhv yazdısa, böyük ehtimal ki, əksəriyyətiniz burada ola bilər, düzəldə bilməzsiniz bu cümləni. Mən sizə kömək edeyim, bu nə cür düzəldək. Deməli, mənə lazımdır burada düzəldim cümləni ki, where is the club situated? Klub harda yerləşir? Düzdür, mənim əsl cümləm budur. Where is the club situated? Klub harda yerləşir? İndi arada çatışmayan bir şeylər var. You joined yesterday. Deməli, mən bu təyin mudaq cümləsini, mən klubu təyin eləməliyəm. Fikir ver. Bu bayaqki tema uşaqlar ki, burada klub təyin olunub. Gör nə ilə? Bu iki zət xətlə. Temaya bax. Bayaq ki, burada vikdən zət var. Ya vik ya zətdə. Bunlar xət veriblər, onu veriblər. Klub hardadır? Hansı klub? Dünənlər sənin qoşulduğun klub. Where is the club you joined yesterday situated? Bu aradakı hissə var ha. You joined yesterday. O təyin mudaq cümləsidir.
Onu da cavab C bəndidir. Where is the club you joined yesterday situated? Where is it situated? Tabii where is the club situated? Cümlə budur. Araya da təyin bal cümləsi girib. D olsa necə olar? Gəl D-ni yoxlayaq. Deməli, 1. The club aha, is situated. You joined. Öyle cümlə olmaz. You joined feili təyin edəmіз. İsmin yanında gəlməlidir. O ismi təyin etməlidir. Yaxşı. Və yəni təzədəndən hara yazımdan onda? Bu sual cümləsidir axı. Mən bu və yəni nə təcrübə cümlənin axırına yazdım? Cümlə gərək düzgün qurulsun ki, da mən onu tərcümə edə bilim ya izah edə bilim. Onda cümlə qurulmur. Buyuraq. 22 ilə bağlı sual varsa verin, yoxsa keçək 23-ə. Aha. Yenə nidal cümlələrdir. Böyük ehtimal bu buraxışa düşməyəcək, amma düşsə də yazın geçsin də, yəni çox çətin dərs deyil bu. Nidal cümlələri ilə bağlı nə deyirdik? What'dan sonra 4 ünsür gələr, how'dan sonra 3 ünsür. Bir də uşaqlar ünsürlə söz sayını səhv salırlar. Ünsür o deməkdir ki, ünsürün içərisində çox söz ola bilər. Amma yəni hamısı bir yerdə götürülür deyə az öncəki də o mürəkkəb cümlə üzvləri var bizdə. Məsələn, tutaq ki, məstər tərkibi cümlənin mübtədasıdır. Məstər tərkibinin içərisində 5 dənə söz ola bilər. 5-i eyni üzvdə mübtədadır. Yəni o kimdir ki, onu ayrı-ayrı üzvlər kimi sayan bir dənə də o. Burada deyir ki, deməli, mən nə etməliyəm? Cümləyə sual qurmamalıyam. Çünki nidal cümlələrin nəqli cümlələrin növüdür. Burada was it seeing ola bilməz. How pleasant was it seeing nədir? Was niyə qabaq keçsin ki? Düzdür. How pleasant was it? Yəni, bu belədir. What'dan sonra 4 ünsür gələr. What'dan sonra sifət, onun mübtədası sonra xəbər gəlsin, səhv. Bu belə getdi. Sonra how pleasant it was to see you there. How pleasant it was. Bəli, düzdür. Çünki how'dan sonra sifət gələr, mübtəda gələr, xəbər gələr. Bebəndi cavab. Sonra. O bir variantda da baxacam. How was it was ola gələnməsi cəbəndi getdi. What pleasant was mümkün deyil. Çünki what'dan sonra 4 ünsür gəlməlidir. Böyle bir dənə pleasantla was birləşdirib bir-birinə. Mümkün deyil. Çünki xəbər axırda gəlməlidir axı. Bu to see you yəni görmürəm ha, bu mənasız o mənim üçün. Mənim maraqlı olan odur ki, what'dan sonra 4 ünsür anı var. What'dan sonra sifət gəlir, düzdür? Sifətdən sonra mübtəda xəbər, sonra elə ki, pleasant sifət, əlavə bir dənə isim, sonra mübtəda, sonra xəbər gəlməlidir. O aradakılar hanı? Yoxdur. Y-də how it was pleasant. How-dan sonra hanı sifət zərf? Yoxdur. It gəlib, səhvdir. Mən burada o qaydanı bilməliyəm ki, nə ilə nə gəlir. What-dan sonra 4 ünsür gəlir. Məsələn, A bəndəki what-u demirəm. What-dan sonra 4 ünsür gəlir. Yazın bunu. What plus. Deməli, what-dan sonra 4 ünsür gəlməlidir. Hələ sayılan təkdə olan isim gələcəksə, en gələ bilər. Düzdür? En artiklı. Bu heç. Bu gəlməyə bilər də. Cəmli olar, sayılmayan olar, başqa. Lazım mənə sifət, isim, mübtəda, xəbər. 2 verirsinizsə 4 dənə ünsür gəldi. Bax, 1, 2, 3, 4. Sifət isim, mübtəda, xəbər. Amma how da elə deyil. How da belədir. Əvvəla en gəlmir. Ya sifət gəlir, ya zərf gəlir how-da. Sonra mübtəda isimlə ifadə olunsa z gəlir, z artiklı. İsim isə döysə lazım deyil. Mübtəda xəbər. Fikir nə ilə nə işlər? Fikir verirsinizsə, what-da zərf anlayışı yoxdur. What-da z artiklı yoxdur. How-da en yoxdur. How-da əlavə bir dənə isim mübtəda anlayışı yoxdur. Gəlsə, elə zaten mübtəda isim ola bilər. İsim mübtəda ola bilər. Amma ayrı-ayrı ola bilməz. 4 də ola bilməz. Yaxşı. Bunlardan sonra nə gəlir gəlsin? Uşaq bilsiz burada nəyi unudur? Elə ki, xəbərə son nöqtə yazır. O çoxda qoy. Ki, yəni, dolu geçsin, nə istəyir işlətsin. 10 dənə söz yazsın ondan sonra. Amma bura qədərki hissəyə dəymə.
Bura qədər ki, hissə düpbördüz olsun. Bundan sonra nə istəyən yaz. Nə gəl yazın. Buyuraq. Nida cümlələri ilə bağlı sualınız varsa verin, yoxsa keçə 24-ə. Hı -hı. Hətta izah yazdılar, sağ olsunlar. While the waiter up the broken glasses, his finger. Bəli, qoşulan var, keçmiş davam edicinin, bəli, proses qoşulandır. Keçmiş davam edicinin işlənmə yeri deyir ki, ofisiant sınmış stəkanı götürəndə barmağını kəsdi. Burada götürmək həmin o prosesdir, amma kəsməyi qoşulan hərəkətdir. Bəli, düzgün cavab cavabıdır. While the waiter was picking up the broken glasses, sınmış stəkanları, şüşələri, şüşə zəmlənmə sayməyəsindir. Stəkanları götürəndə və ya açıq eləmək olaraq götürəndə barmağını kəsdi. Bəli, düzgün cavab cavabıdır. Varsa 24 ilə bağlı sual verin, yoxsa 25 izah edeyim. O non-finite verbs PDF-ini oxumusunuzsa uşaqlar, burada nə yazmaq olduğumuz oraya yazılıb. Nə ilə nə işlədərlər. Fikir verirsinizsə uşaqlar, burada 25-də Y ilə B demək olar eyni şeydir. If steyzəyə, vezir steyzəyə. If-lə vezənin əsl fərqi odur ki, vezə adından orla işlənir. Burada düzgün cavab o variantdır. Görün, mən cavab edən yoxdur, özüm yazdım. Özüm izah edirəm. Niyə? Çünki bizə lazımdır ki, he didn't know whether to stay there or go home. O bilmirdi ki, orada qalsın, yoxsa evə getsin. Buradakılar tamamlıq budaq cümləsinə oxşasa da, tamam budaq cümləsi yaranmır. Çünki tulu məslərdən tək başına budaq cümlə yaranmır. Ümumiyyətlə, biz bilirik ki, participle one, participle two, tulu məslər, tusuz məslər, bunlar tək başına budaq cümlə yaratır. Bunlar neyəsə qoşulanda budaq cümlə yaradır. Burada da tamam budaq cümlə yaranmır. Mənə prosta fərq onda hiss olunmalıdır ki, mən bilməliyəm ki, bu whether-dir, when-dir, if-dir, bunları sonra tulu məslər yazmalıyam, tusuz yox. Tulu məslər yazmalıyam deyə B-dir, 3 səhv. Qaldı ki, C bəndin o məna verməyəcək oradan. Mən tərcümə edeyim mən onu ki, he didn't know that. O bilmirdi ki, to stay there or go home. Mümkün deyil. Orada bizə mü lazımdır. O bilmirdi, orada qalsın, yoxsa evə getsin. Orada qalsın mı, evə getsin mi, bunu bilmirdi. Mü, if-dən bəzə. Və if-lə vezənin də əsl fərqi odur ki, vezə adətən oradan işlənir, tek başına yox. 26 attributive clause, təyin müdal cümləsi. Bir dənədir ki, elə biləm ki, eləyim. ABCD 7, 1, 2, 3, 4 deyil. Yazmırsınız ha. Heç 25-i də yazmadınız. Yazın da səhv yazsaq ki, onu uzlaşma, onsuz da izah edirəm də. Belə 5 nəfər hərəsi ABCD-yi yazsalar, mən onsuz da 15-ini izah edəcəm. Bəli, cavab o bəndir, yazdılar. Sadəcə olaraq A bəndi uşağı çaşdırır ki, təyin budaq cümləsi istəyir. Bu başlayır zaman budaq cümləsi ilə, amma 2 budaq cümlə var burada. Fikir verin. When daddy came, daddy came bir mübtəda bir xəbər. We were talking, ikinci mübtəda, ikinci xəbər. About the performance we had seen, üçüncü mübtəda xəbər. 3 mübtəda xəbər bir-birinə qoşulub deyə, o qıraqdakılar 2 dənə ayrı, ortadakı artıq belə deyim də, birinin baş cümləsi, öbürsünün budaq cümləsi sayılır. When daddy came, daddy gələndə, ata gələndə, we were talking about the performance. Biz performans haqqında danışırdıq. Nə vaxt atam gələndə. Bu, we were talking hissəsi bayaqlar demək ki, baş cümlə bitmişdə olar, davam edicidə olar. Baş cümlə bitmişdə, budaq hissə bitmiş yox, üzr istəyirəm. Baş cümlə davam edicidə, budaq hissə sadədir. Buna fikir ver. Bu elə eynən bu yuxarıdakı da while the waiter was picking up the broken glasses. He cut his finger var. Eyni cümlədir. Bu da deyir ki, o deyirdi ki, stəkanları yığışdıranda əlin kəsdi. O deyir ki, atam gələndə biz performansından danışırdıq, o çıxışdan, tamaşadan danışırdıq. Hansı tamaşadan? Gördüyümüz tamaşadan. Bu da bayaqki var, eynən bayaqki. Burada which-dən zətdən var, sadəcə verilməyib. Burada which-dən zətdən var, sadəcə verilməyib.
Hansı tamaşa? Bizim vaxtımız tamaşa. İndi gəlin o biri variantlara baxaq. B bəndi The girls working at this shop are politer with customers. Oxşuyur təyin lazımləsinə. Hətta mən tərcümə etsəm elə bir təyin lazımləsinə. Amma bir şey var. Ki deyir bu mağazada işləyən qızlar müştərilərə qarşı müştərilərlə daha nəzakətlidirlər. Diyor ki, uşaqdır ki, hansı qızdır? Bu mağazada işləyən qızlar. Mən deyirəm, temi bax. Axı bayaqlar yuxarıda dedim 25-də dedim ki, təkcə tulu məstərlə, tuzsuz məstərlə, P1-lə, P2-lə bu dağ cümlə yaratmazlar. Fikir ver. Hansı qızlar, işləyən qızlar? Bu ki P1-dir. Bu nətər bu dağ cümlə yaratsın? Mesela mən bunu bu dağ cümlə edə bilərdim. Mesela belə yazardım. The girls, tutaq ki, who are working at this shop, bak fikir ver, buna əlavə elədim mən. Are polite with customers. Hansı qızlar? Bu mağazada işləyən qızlar. Uşaqlar, burada belə bir şey var. Biri var təkcə P1 yazıram cümlənin üzündəki kimi. Bir də var əlavə mübtəda xəbər zahid əlavə eləməklə bu da cümlə yaradıram. The old man walking along the street is my grandfather. Vay, yenə eyni şey. Bu da P1'dir, bu da cümlə deyil. Mən buna bir dənə who is yazsam avtomatik cavab. Bir də fikir verdirsə, yuxarıya who are yazdım, bura who is yazdım. Təyin vəzifəsində ehtiyat buyurun. Çünki təyin mudaf cümləsində hudur, zətdir. Bunlar mübtəda olanda xəbər təyin olunan sözlə uzlaşır. Bu ilə yox. Ehtiyatlı olun belə şeylərlə. Şimdi bunlar mən dəyişdim ha. Bunlar yox idi. Bu P1 ilə yana. The fellow didn't know which way to choose yenə eyni şeydir. Burada ümumiyyətlə təyin oxşayan bir şey yoxdur. Tamamlıq oxşayır, amma tamamlıq vəzifəsi deyil. Eynən 25-dir bu. Cavan oğlan, cavan kişi bilmirdi ki, hansı yolu seçsin. Burada tərcümədə oxşayır, amma bu da uzun yaranmır. Çünki burada which way to choose-dan bu da uzun olmaz. Bu da uzun belə olar ki, the fellow didn't know which way he had to choose. Ha, onda olar. Təkcə to choose yaranmır. Sonra you can't eat the bread brought a week ago. Bir həftə əvvəl alınmış çörəyi yeyəməzsən. Amma uşaq deyir, hansı çörəyi? Bir həftə əvvəl alınmış çörəyi. Oxşayıraq təyin, oxşayır. Təkcə P2-dən bu da uzun yaranməzsən. Mən də bunu təyin bu da uzun edə bilərəm. Əlavə şeylər əlavə edə You can't eat the bread. Məsələn, hər dəfə which yazmada zətdən istifadə edək. That was bought a week ago. Bu təyin lazımlısı olar. P2-dən, təkcə P1-dən, təkcə P2-dən bu da cümlə yaranmaz. Ona görə A-bəndə cavab. Buyurun, 26 ilə bağlı sual varsa verin, yoxsa heç 27-yə. Əsr rası imtihanı. Aggressor, invader, national, foreign, enemy, friend, reason, cause, land, water. Deməli, enemy, friend, antonimdə ondan sinonim olmaz. Üç kek deyil. Düzdür. Land, water, torpaq, su, bundan niyə sinonim olsun ki? Bu da antonim kimi şeydir. Torpaqla gelmək, suyla gelmək. National, foreign, milli, əcnəbi bunlar da antonim kimi şeydir. Reason, cause, ikisi də səbəb. Aggressor, invader, ikisi də işğalçı. Bunların arasında bir balaca da fərq odur ki, invader işğal edən tərəfdir, aggressor müharibəni başlayan tərəf. Yəni, hətta ola bilər ki, aggressor tərəf müharibəni udursun, heç bir yeri işğal edə bilməsin. Onun əsl, belə deyim də, əsl tərcüməsi o, biz deyirik, erməni işğalçıları, Armenian invaders. Biz onlara rahatlıqla Armenian aggressors da deyə bilirik. Çünki müharibəyə başlayan onlardır. Müharibəni onlar başlayıb Qarabağı işğal eləmişdilər. Ona görə hər ikisi düzgündür. Aggressor, invader. 28. Hər halda bu da asan testdir. Hə, maşallah, söz ehtiyatımızda söz yoxdur. We must save nature from pollution. Biz təbiəti çiklənmədən vurmalıyıq. Biz də neysə tək gələndə artikl istəmir. Biri var Azərbaycan təbiəti, zənin çox fazla gücəm. Bir də var təhsil nature. Qaldı ki, bu desertlə dizörtün fərqinə ehtiyatlı olanlarla bir sığla yazılan səhradır, iki sığla yazılan çərəzdir, dondurmadır, belə şeylərdir. Forest, meşə, plant, bitki, zavod, əkmək, nə əlaqəsi yox. Qəşəng cümlələrdən biri 29. Super cümlədir. Parisə getsəydiniz, harda qalardınız? Birisi də indi tərcümə mövzusu yoxdur, tutaq ki, bunu verməyiblər. Onu verməsələr, sən zaman uzlaşması ilə bilməlisən ki, cavab nə çıxmalıdır orada. Deməli, where would you stay if you will go, bu mümkün deyil. Birincisi, zamanlar uzlaşmır. Vudara, vilara, ikincisi ki, bu şərt müdağ cümləsində, zaman müdağ cümləsində budaq hissəyə şəhidci zaman yazmazlar.
İnşallah tamamlanan səhv salmayın ha. If mum mənası verəndə tamamlıq vəzifəsində will would yazmaq olar, amma şərtdə zamanda olmaz. Where did you stay? Bu tərsinədir. Burada götürüb budağı gələcəyi veriblər, o da olmaz. Baş günə gələcəkdə olar. If you would da getdi. Where will you? Aha, will ilə də went işlənməz. Bunun da zamanı uzlaşmır. Yebəndi isə getsəydiz qalardınız mənası vermir. Getsən qalarsan mənası verir. Ona görə düzgün cavab D variantı. Where would you stay if you went to Paris? Bundan var ha. Kendi işimiz testləri var şeydə. Topluda birinci hissədə. Elə təxminən 29 dənə test olmalı. Bilməm, 27-dir, 29-dur mu? Təxminən 30-a qədər deyək. Mən rəqəmini dəqiq bilmirəm. Deyək ki, ortalama 30 dənə testi var. Olay işləyin mütləq. Video gördü sizə zaman formatını bundan saldılar. Və asandır. YouTube'da var uşaqlar mənim səhifəmdə. Mən bunları ayrı-ayrı izah eləmişəm. Hamısını bir-bir. Riyaşət lazım nəsi nədir? Qeyri-riyaşət lazım nəsi nədir? Nə ilə nə uzlaşır? Orada bizə biraz qəliz uzlaşmalar var. Deməli, keçmiş bitmişlə keçmişə nəzərən gələcəyin bitmişi. O elə şeylərinə ehtiyatlı olun. Buyuraq, 29 ilə bağlı sual varsa verin, yoxsa keçin 30-a. O dediklərimə də mütləq istəyənlər qulaq assınlar. Ətraflı izah eləmişəm onu mən YouTube'da. Deməli, the sun is only source which gives the earth energy and heat. Bu Allahdan hədiyyət, bunun tərcüməyinə bax. Günəş yeganə mənbədir ki, yer kürəsinə istilik və enerji verir. Yenə fikir vermiş olar. Which gəlib özündən əvvəlki ismi təyin edib, təyin bağlı cümləsidir. Ola ki, mən cavablara baxmam, özüm tərcümə edirəm. Nə yazdı bura? Günəş yer kürəsinə enerji və istilik verən yeganə mənbədir. Vəssalam. Buyuraq. Sonuç məncə daha asan oldu nəinki əvvəlki cümlələr. Maşallah, yaxşı getdi. Siz də fəal iştirak elədiniz. Çox sağ olun. Kimin nəsə sualı varsa, əlavə sualı varsa versin. Yəni, testlər dəxli var, yoxdur, problem deyil. Bu testi istəyirsiniz biraz balacalaşdırın. Bəlkə kimsə sorudan qoşuldu. Kimin nə sualı var versin. İmtahanla bağlı. Hansı imtahanla bağlı? Verin. Nə sualınız var verin. Problem yox. İmtahanla bağlı fikriniz nədir? Nə mənada? Asan olacaq, çətin olacaq. O mənada soruşursan, yoxsa nə mənada soruşursan? Buraxılış. Buraxılışla bağlı mənim fikrim. Sən mənim hansı fikrimi soruşursan? Mən belə deyim də sizə uşaqlar, yəni belə pis çıxmasın, siz də uşaq deyilsiniz, biz də uşaq deyilik. Gözəl bilirik ki, 11-lərin buraxılışı ən yaxşı halda 9-ların imtahanı kimi düşür. 9-ların buraxılışı ən yaxşı halda 7-lərin imtahanı kimi düşür. Yəni bizə 11 deyib 11-ci sinifin testlərini salmırlar. Düzdürmü? Bizə 11 deyib elə ən yaxşı halda nə bilim 5-ci, 6-cı, 7-ci, 8-ci sinifdən bəri nə keçmişiksə, onları salırlar və heç vaxt da buraxılış çətin olmayıb. Məsələn deyirəm, bu 30 testdən, məsəl üçün deyirəm, ortalama, məsəl üçün, 25 düzü olan bilsin ki, orada heç səhvə çıxmayacaq. Və yaxud da, məsələn, bu 30 sualdan 20 düz yazıbsa, məsələn, desin ki, məsələn, bir dənə, iki dənə gözümdən, nəzərimdən qaçar və s. Ümumiyyətlə, mənim nəzərimdə uşaqlar asan çətin deyə bir şey yoxdur. Nə barədə? İndi olar, məsələn, elə şey salarlar ki, məsələn, inversiyalı zaman budal salarlar. Burada izah eləmişəm, YouTube'da var. Elə şey salsalar, mən onu çətin deyərəm. Yoxsa ki, bayaqdan mənim bu 30 dənə danışdığımın içində çətin nə var idi ki? Bunların hamısı zaman-zaman səhə deyil. Ola bilər gözündən, nəzərindən qaçıb, ola bilər, məsələn deyirəm, bir şeyi 15 dəfə demişik, bir şeyi cəmi 3 dəfə demişik. Düzdür, o mümkün deyil olsa, hər dəfə qabağımıza nə çıxırsa, mütləq haşiyə çıxmana toxunuruq. Elə bu mənim, məsələn, ortalama 7-ci izahımca mən hər birinə bulanı 7 dəfə toxunmuşam. Daha belə pis çıxmasın, ürəyin istəyən vaxt qoş, qulaq as. Yəni, ürəyin nə istəyir onu elə. Make-up sentensi mürəkkəb sala bilərlər, əlbəttə sala bilərlər. Keçənki kimi asan deyəndə ki, hər onsuz da asan olur. Yəni, belə pis çıxmasın, mən deyimdə sizə uşaqlar, buradakı testlərin, bunlar hələ biraz çətin testlərdə, məsələn, bizə kimdir mürəkkəb tamamlığı götürüb 2 dənə feyi salın, bir dənə salırlar. Məsələn, X-Pekti görən kimi gözünü tutulun əslər axtarır. Məsəl üçün deyirəm, götürüb məhsul növdə verərlər, 2 feil istəyərlər, o başqa məsələ. Belə amma ümumi götürəndə, yəni belə pis çıxmasın, mən hələ indiyə qədər buraxılışda çətin imtahan görməmişəm. Yəni, demək olar ki, su olur. Asan. Yazırsan rahat, listeningdir, dinləyirsən, rahat, aramla yazırsan, reading oxuyursan,
aramla yazırsan, zarafat deyil. İl ərzində görün biz nə qədər reading və listening işləyirik. Əvvəllər belə şeylər yox idi. Əvvəllər il ərzində biz, məsələn deyirəm, 3 il ayağıma gəlir 9, 10, 11. Üçü bir yerdə cəmi 40 mətn görürük. Amma indi təkcə 11-lərlə də biz bir topluya 40 dənə mətn işləyirik. İstər reading, istər listening. Hər dərs reading, hər dərs listening. O necə çətin ola bilər? Söz ehtiyatı maşallah nə? Roman müəllimin 2-5 axşamından nə qədər 30 gözləyirik. Mən öz bir 4 gün orta axşamından neçə 30'lar gözləyirəm. Düzdür, indi rəqəmlə uşağı tribə soxmaq da bir şey deyil. İnsanlıq, insan səhv eləyəndə bir dənə, iki dənə olar. Amma daha gedib, məsələn, 30 düzgün cavab verəsinə 30%-dən gəlməyin üstünüzə. Bunu da nəzərə alın. Hələ vaxta var. Hələ kimlərsə, nələr nələr eləyə bilər. İstək önəmli uşaqlar var. Dəfələrlə demişəm. Hər dəfə 30-cu sualdan sonra sizə bəzi məsələləri aşılayıram ki, başa düşəsiniz ki, gələcəkdə nələr nələr olacaq. Çox adam mən deyən düzgün başa düşmür. Özənillər oyunlar statusa da qoymuşdum Zəlimxan Yaqub rəhmətliyin kəlmələrini. O göstərilən o tiktokerlər deyiləm, o asanlıqla ucuz yoldan pul qazananlar da onlara ağlınız getməsin. O düzgün yaşam tərzi deyil. Normal insan oxuyacaq, çalışacaq, əziyyət çəkəcək, yuxarı yerlərə qalxacaq. Bunları nəzərə almaq lazımdır. Belə başqa nəsə sualınız varsa verin, yoxsa yavaş-yavaş sağollaşaq. Mənə qalsa mən çox danışaram. Siz də sağ olun. Sağ olun. Sağ olun.